Sabahınız xeyir ATV Səhər tamaşaçıları, hər həftənin cümə günü olduğu kimi bugün də Afişa rubrikasıyla mən Nübar Niyazi qızı yenidən qarşınızdayım. Həftə sonu istirahətini səmərəli, əyləncəli təşkil etmək istəyənlər, rubrikamızda sizin üçün çox maraqlı təkliflərimiz var. Bir neçə gün sonra ölkəmizdə Novruz bayramı qeyd olunacaq. Elə bu səbəbdən də ölkənin hər yerində bayram ab-havası hiss olunmaqdadır. Belə yerlərdən biri də İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğudur. Elə siz də bu ab-havanı hiss etmək istəyirsinizsə, bugünə olan istirahətinizi İçərişəhərdə gəzinti ilə başlaya bilərsiniz. İçərişəhərin dar küçələri, dalanları, muzeyləri, Qız Qalası, Şirvanşahlar Sarayı kimi tarixi memarlıq abidələrini ziyarət edərək gəzintinizi daha da zənginləşdirə bilərsiniz. Gəzintinin sonunda gözəl bir film izləmək istəyənlər üçün də təkliflərimiz olacaq. Bugün Sərnişin adlı filmə bilet ala bilərsiniz. Thriller, dedektiv janrını sevənlər üçün bu film əla seçimdir. Həm film izləmək, həm də bolca gülmək istəyənlərsə Kayhan filminə bilet ala bilərlər. Şahan Gökbakarın baş rolda oynadığı filmdə tamaşaçılar Kayhanın başına gələn sərgüzəştlərin, ona nifrət edən hər kəsdən necə intiqam aldığının şahidi olacaqlar. 98 yıllıklarını bu sene özel olarak yeniden bastık. Aman tanrım, gerçekten çok güzel. Sen hayatımda tanıdığım en berbat Sayende okul mu okuduk, kire mi doldurduk anlamadım. Hıyar olsan cacağa doğranmaz. Bu ne be? Axşam teatra gedib tamaşa izləmək istəyənlər üçün də maraqlı təkliflərimiz var. Bugün Rus Dram Teatrında Maskarad tamaşasına bilet alıb istirahətinizi təşkil edə bilərsiniz. Tamaşa saat 19:00-da başlayacaq. Şənbə və bazar istirahətini teatra gedib tamaşa izləyərək keçirmək istəyənlərin nəzərinə çatdıraq ki, Rus Dram Teatrında Qurban Səidin Əli və Nino romanı əsasında səhnələşdirilən eyni adlı tamaşası. Azərbaycan Dövlət Musiqili Teatrında Mən Dəyərəm Min Cavana, Üzeyir Hacıbəylinin Arşın Malalan, Rus Dram Teatrında Kraliçanın son etirazı tamaşaları nümayiş olunacaq. Balaca tamaşaçılar üçünsə Gənc Tamaşaçılar Teatrında səhnələşdiriləcək Çeburaşka və Akademik Milli Dram Teatrında nümayiş olunacaq Pepe Sevmək Zamanı adlı yeni musiqili interaktiv tamaşaları gözəl seçim ola bilər. Bugünlük və bu həftəlik bu qədər. Yeni bayram həftəsində sizinlə yenidən görüşmək ümidi ilə sağollaşıram. ATV Səhər isə bir-birindən maraqlı xəbərlərlə və əyləncə dolu anlarla davam edir. Sabahınız xeyir.